السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. بسم الله الرحمن الرحیم. حضرت امام حسین آقا و یار انصارنا امام سجاد علیه السلام şəhadət günü ilə bağlı başda İmam-ı Zaman ağamız olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah inşallah bu əzadarlıqları bizdən ali dərəcədə qəbul eləsin. Dünya və axirətimizi Həzrəti İmam Hüseyn, əshabı İmam Səccad əleyhissalamdan inşallah dünya və axirətimizi nurlandırsın. Sələvat çəkək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu günlər bildiyimiz kimi çox ağır günlərdir, çox qəmli günlərdir. Həm Kərbəlanın şəhidləri üçün, həm Üsəra günləridir, həm də İmam Səccad əleyhissalamın Aşuradan sonra 35 illik qəmli ömründən sonra bu gündə şəhid olduğu gündür. Onun üçün də həqiqətən insan tarixə baxdıqda görür ki, Əhl-i Beyt əleyhissalam həmişə məzlum olublar. Həmişə məzlum olublar. Necə ki, Qur'anın hökmləri hər zaman nizələr ucunda qalıb, Əhl-i Beytin ömrü də belə olub, həmişə məzlum olublar. İmam Səccad əleyhissalam 22-24 yaşı var idi deyirlər Kərbəlada olduğu zaman. Ki o zamanlarda Həzrəti İmam Səccad əleyhissalamın əgər təbliğatı olmasaydı, imaməti ilə gördüyü işlər olmasaydı, Aşura bu günə belə gəlib çatmazdı. Rəhbər-i Müəzzəmin ki bir sözü var idi, deyir, 12 imam, 14 məsum, hamısı bir nurdular. Yəni bunların həbsinin işi birdir. Heç birinin fərqli işi yoxdur. Sadəcə zahirən zamanlara görə, dönəmlərə görə fərqlər var, amma hədəf eynidir. İmam Səccad əleyhissalam əgər olmasaydı, xanım Zeynəb səlamullah əleyha olmasaydı, Aşuradan əsər əlamət saxlamazdı bu məlunlar. Elə Aşura Kərbəlada qalardı, elə Aşura günü qalardı. Bu, xristiyan alimlərindən biri deyir, bizim müqəddəs kitablarımızın təhrif olmasının səbəbi budur ki, bizim Hüseynimiz yox idi. Bizim Hüseynimiz yox idi. Həqiqətən Həzrəti Hüseyn olmasaydı, Əhl-i Beyt olmasaydı, biz də bu günləri hər qarşımıza keçənə haqq deyərdik. Bu günlər Aşuradan sonraki müsibətlərin günləridir. Bu günlər xanım Zeynəbin əsarətində olduğu günlərdir. İmam Səccad əleyhissalam üçün mən deyirəm, xanım Zeynəbdən daha ağırdır bu günlər. Çünki xanım biraz atifi olur və dözə bilir biraz ağrılara. Amma kişi üçün çox zordur, erkək üçün çox zordur. Ki onun bibisini döyələr gözünün qarşısında, qardaşının balalarını döyələr, atasını döyələr, qardaşların şəhid eləyərlər və bu əsirlik günlərində də Rüqəyyə kimi bir qızı döyə-döyə aparalar. Çox zordur bu günlər. Həqiqətən insan əgər bunu dərk eləsə, həyatı buna dözməz. Ürəyi partlayar qala bilməz. O necə ki, Əmir-əl-Müminin Həmmam xütbəsində xütbə eləyirdi. Dedi, axı, mən həqiqətləri desəm, dözə bilməzsən, dedi, de. Dedi, sonunda ürəyi partladı, öldü. Müminin xislətləri haqqında. Kərbəla da belədir. Əgər insan bunları anlasa ki, bir imamın qarşısında bacıların necə döyürlər, o səhranın çöllərində su istəyəndə su yerinə şallah vururlar, su istəyəndə şilli vururlar, su istəyəndə atın arxasına bağlayıb sürüyürlər, insan dözə bilməz buna, həqiqətən. Özü də İmam Səccad kimi bir insan.
Aşura günü bütün şəhidləri ki şəhid eləmişdilər, qalmışdı xanım Zeynəb salamullah əleyha, İmam Səccad ağa, bir də İmam Baqir ağa deyirlər, çox küçük yaşında oradaydı. İmam Səccad ağa gördü ki, bunlar öz ölülərin bir-bir toplayırlar, dəfn eləyirlər. Çox qəmləndi, başladı ağlamağa. Xanım Zeynəb dedi, Bibi qurban, niyə ağlayırsan? Bibi görmürsən, öz ölülərini dəfn eləyirlər. Bizim şəhidlərimiz qalır günün altında. Hamısını topladılar bunları. Kimini atın belinə bağlayırdılar, sürüyə-sürüyə aparırdılar. Zəncirləri bir-bir bağladılar. Sanki dindən çıxanları nəuzubillah götürüb aparırdılar. Gətirdilər Məlun İbn Ziyadın sarayına, Küfədə. Şəhidlərin mübarək cəsədləri qaldı Kərbəlada. İmam Səccad bilmir Kərbəlada ki, o şəhidlərə ağlasın, yoxsa gözünün qarşısındakı o canlı şəhidlərə ağlasın. Bunlar Küfəyə gələndə, o Küfəlilər ki, Peyğəmbər üçün həmişə ağlayırdılar, deyirdilər, biz Peyğəmbərin ümmətiyik. Çıxmışdılar evlərin damlarına, divarlara, qalalardan baxırdılar, seyr edirdilər bunları ki, hələ görək Peyğəmbərin balaları necə gəlir Küfəyə. Gətirdilər o məlunlar ki, bəziləri var idi, hətta onlar da, orada olanlar da çöp atırdılar bunların üstünə, daş atırdılar bunların üstünə. İstəyirdilər ki, bu zülmlə bunlar da bir məqam qazansınlar İbn Ziyadın yanında. Gətirdilər İbn Ziyadın Məlunun sarayına. Məlunun sarayına. Aşuranın dərsi oradan başladı, məxsus İmam Səccad ağanın dərsləri. İmam Səccad ağa 3 dənə məktəbi qoymadı ölsün. O ayaqda saxladı. Biri Qur'anın kültürü idi. Qur'an nədir? Küfəlilər onu İbn Ziyadın sarayında Həzrət İmam Səccadın xütbələrində gördülər. İkincisi dua. İmam Səccad ağadan bilirsiniz, bir kitab var, Səhifə-i Səccadiyyə, 54 dənə məxsus duası var. Bunların ismi duadır, amma yalnız duadan ibarət deyil bunlar. Əgər istəyirsiniz, kamil bir toplum nasıl yetişəcək, gərək Səhifə-i Səccadiyyəyə baxaq. Bir ustadlardan birinin gözəl bir sözü var idi. Deyir, əgər Səhifə-i Səccadiyyəni biz həyatımıza gətirsək, o zaman toplumda nə polisə ehtiyac olmaz, nə də o müvəqqəti müəyyən olan qanun tənzimləyici idarələrə. Çünki Səhifə-i Səccadiyyə elə insan həyatını tənzimləyir ki, əgər toplumun həyatına gəlsə, o toplumda heç bir zülm olmaz. Deyir, əgər bilmək istəyirsən ki, Allah sənə nə danışır, Allah necə danışır, gərək Quran oxuyasan. Əgər öyrənmək istəyirsən, Allahla necə danışmaq lazımdır, gərək məsumların həyatına baxasan. Ki, Allahla necə danışmaq lazımdır. İmam Səccad ağa bizə bunu öyrətdi ki, sən Allahla həyatında rabitəvi necə qurmalısan. Səhifə-i Səccadiyyə bunun anahtarıdır, bunun kilididir. Üçüncü dərs Aşura kültürünün yaşamasıydı. Aşura kültürünün yaşaması. Ki, Aşura həqiqətən də İmam Səccadın əli ilə tarixdə Aşura kimi qaldı. İbn Ziyad Məlun çıxdı minbərə, Allaha həmd-i səna oxudu. Bilirsiniz də zahirən bu Allah qəbul edirdilər bunlar güya. Allah bunlara lənət eləsin. Dedi ki, gördünüz Allah Əmir Məlun Yezidi necə qalib elədi. Gördünüz Allah yalancı oğlu yalancını necə məğlub elədi. İmam Hüseyin nə deyir? Allah sənə lənət eləsin. Bir kişi var idi, kör idi. Deyirlər bir gözü Siffeyində kör olmuşdu Əmir-əl-Mumininin yanında.
Bir gözü də Cəməldə kör olmuşdu. O da Əmirəl-Möminin yanındaydı. Bu duydu bu sözü, özünü saxlaya bilmədi. Özünü saxlaya bilmədi. Qalxdı ayağa dedi, ey Mərcanənin oğlu, yalancı oğlu, yalancı. Yalancı sənsən, sənin atandır və səni vali təyin eləyən Yeziddir. Sən kimin haqqında danışırsan, yalancı deyirsən? Sən bilirsən Peyğəmbər balası haqqında danışırsan, Allah sənin bəlağı versin. Allah səni rüsva eləsin. Hamı baxırdı ki, Allah, bu kimdir belə? Bu nə danışır? İbn Ziyadın minbərinin altında ona lənət oxumaq olar. Başladı lənət oxumağa buna. İbn Ziyad dedi, o kimdir, onu tutun, götürün. Gəldilər, gördülər ki, iki gözü, ikisi də kördür. Bunu öldürmək istəyirdilər. Bu tayfaları girdi qabağa qoymadılar. Sonradan bu məlun o qədər içində kin, həsəd var idi, düşmənçilik var idi, evində onu şəhid elətdirdi. Qızı deyirdi ki, ey kaş babamın gözləri kör olmayaydı, bunlar görəydilər, görərdilər bunlar, nələr var imiş. Döyüşə-döyüşə deyirdi ki, bunlar Peyğəmbərin balasını şəhid eləmişdilər. Nə gözəl bir məqamdır ki, insan İmam Hüseynin yanında olmasa da, o həsrətlə şəhid ola deyir, nə xoş mənim halıma ki, Hüseyn üçün savaşıram, Peyğəmbər üçün savaşıram. İki gözüm olmasa da savaşaram bunlarla. Əsas odur insanın qəlbində iman olsun. Şəhid elədilər onlar o ağanı da orada. İbn Ziyad xütbəsinə davam eləyirdi. Məlun xütbə deməyim, cəhənnəm sözləri. Gördü, bir qadın var xanımların içində. Fərqlidir. O kimdir? Dedilər, bu Peyğəmbərin nəvəsi xanım Zeynəbdir. Dedi, gördün Zeynəb sənin qardaşığı Allah necə məğlub elədi Kərbəlada. Gördüm. Xanım Zeynəb gözəl bir söz dedi orada. Dedi ki, bu demişdi ki, Allah sizi rüsvay elədi. Xanım Zeynəb buyurdu ki, rüsvay olan fasiqlərdir. Yalan sözləyən əxlaqsızlardır. Bizsə onlardan deyilik. Yəni, sən özünsən əxlaqsız, rüsvay olan. Xanım Zeynəb salamullah əleyha başladı bir xütbə oxumağa. O xütbə ki, tarixin sayfalarına altın kəlmələrlə yazılıb. Allaha həmd eləyəndən sonra, salavat göndərəndən sonra Peyğəmbər və Əhl-i Beyt nə buyurdu? Əmma bəd sonra, ya əhləl kufəti, ya əhləl xətli vəl-qədr. Ey hilə və ihanət əhli olan küfəlilər, ey hiləgərlər. Ətəbkun, indi ağlıyorsunuz. Bəziləri gördülər, xanım Zeynəbi tanıyırdılar da kimdir. O hissi olaraq göz yaşları axırdı. Xanım Zeynəb salamullah aleyha buyurdu, ətəbkun, indi ağlıyorsunuz. فَلَا رَقَعَتِ الدَّمْعَةُ وَلَا حَدَأَتِ الرَّنَّةُ Göz yaşlarınız hiç dinməsin sizin. Sizi görüm, heç göz yaşlarınız dinməsin. Fəryadınız hiç susmasın sizin. Küfəlilərə nifrin eləyir. Vay o gündən ki, Əhl-i Beyt bir topluma nifrin eləyər. Bu gündə baxırsan, o küfə deyil. Bu gündə baxırsan, indi də özlərini tələb etmirlər. İnnəmā məsəlukum kəməsəlilləti nəqadət غزلها min ba'di quvveti enkasen. Buyurur ki, sizin durumunuz ipliğini sağlamca əğirdikdən sonra onu təkrar çözüb bozan qadının durumuna bənzər. Siz ki, iddia edirdiniz biz Allahın dinindəyik, Peyğəmbərin balası gəlsin, qiyam eləsin, biz onun yanındayıq. Əhdüvüzdən döndünüz, sanki heç belə olmamalıydı. Sanki elə doğru yolunuz budur. Təttəxidunə eymanakum dəxələn beynəkum.
Yeminlərinizi aranızda hiylə və aldatma aracı eləmisiniz. Çox qəribədir ha, insan zamanında ayılmasa, zamanında Mina xütbəsində ayılmayanlar, zamanında Nəhcül Bəlağanın xütbəsi ilə ayılmayanlar, Həzrəti Zeynəbin xütbəsi ilə lənətlənirlər. Görə. Əla və həl fikum illə səlfə və nədfə və sədrul şənəf və mələkul imai vəğəmzul ə'da. Diqqət edin. Sizdə kibirdən, yalakalıqdan, içi kin dolu qəlblərdən, cariyələr gibi yalakalıq yapmaktan ve düşmanlara gizlince göz kırpmaktan başka ne var? Hiçbir şeyiniz yoktu sizin. Bədbəxt olan sizsiniz, ölü olan sizsiniz. Biz Peyğəmbərin balalarıyıq. Biz şərafətli tayfayıq. Biz şərif insanlarıq, əziz insanlarıq. Sizlər bədbəxt olanlarsınız. Əv kəmərən ələ dimnətin, əv qafiddatin ələ məlhudətin. Siz pislik üzərinə bitmiş yeşillik və ya məzarın üzərini örtən gümüş süs gibisiniz. Nə misal vurur? Giriyorsunuz, zahirən yeşil olmağıza baxmayın. Pisliyin üzərində bu yeşilliyi saxlamışsınız. Sizin işiniz məzarlığın üzərində süslənmiş altına bənziyir. Heç bir faydamız yoxdur bundan. Ələ sə'ə mə qəddəmət ləkum ənfusukum. Bilin, sizin nəfsiniz sizin üçün nasıl da çox kötü hazırlıq yapıbdır qiyamət üçün. Qiyamətdə bəlli olacaq sizin nə qədər cəhənnəmdə yeryüzün ağır olması. Ən səxitəllahə aleykum. Allah sizin üçün zor tutsun işin. Allah sizi bağışlamasın. Və fil əzabi əntum xalidun. Siz ilahi əzabda daim qalacaqsınız. Siz Allahın Peyğəmbərinin balalarına, imamına xəyanət elədiniz, ihanət elədiniz. Vallah fəbku kəsirən və dhəku qəlilən. Çox ağlayın, az gülün. Çox ağlayın, az gülün. Çünki siz ağlar gündəsiz əslində. İmamın tanımayan bir toplum, rəhbərindən uzaq düşən bir toplum ağlamalıdır, gülməli deyil. Siz gülməyin, ağlayın, çox ağlayın. فَلَقَدْ ذَهَبْتُمْ بِعَارِهَا وَشَنَارِهَا. Siz belə bir rüsvayçılığı, utancı öz üzərinizə götürdünüz. Necə ki, Məkkədə kafirlər, müşriklər xəcalət çəkmədən Peyğəmbərin evinə hücum elədilər, Peyğəmbəri şəhid eləsinlər, sizin onlardan fərqiniz yoxdur. Sizin dininiz yoxdur. Siz Allah bilmirsiniz, Peyğəmbər bilmirsiniz. Hamı gözləyirdilər ki, Yezid qalib gəlib və Küfədə bunu qeyd edəcəkdilər. Amma xanım Zeynəb bir dənə xütbə elədi, bunların planların baş üstə yerə vurdu. Rüsva elədi bunları, xəcil elədi bunları. Xəcalətli elədi. Onda bildilər ki, vay bu nə bəladır biz düşmüşük. İmam Səccad ağaya deyir, Küfədə dedilər ki, ağa sən qiyam elə, biz səndən üç. Narahat olma. İmam Hüseyin ağanın qisasını almaq istəyirik, bu məlunla savaşırıq. İmam Səccad ağa görmüşdü küfəlilərin bu xislətlərini. Dedi ki, öz işinizlə məşğul olun. Məni qandıra bilməzsiniz. Siz hisslərinizə qapınmısınız sadəcə. Buyurur ki, və ənna tərhadunə qətlə səlil xatəmən nübovvəti və mə'dinir risalə. Peyğəmbərlik mühürünün nəslini və risalətin mənbəyini öldürməyin günahını nasıl yuya bilərsiniz siz? Bu ləkəyi öz alnınızdan necə götürə bilərsiniz? Mümkündürmü? Heç bir zaman mümkün deyil.
Və seyyid-i şəbab əhlil cənnə. Siz elə bir insanı öldürmüşsünüz ki, Peyğəmbər deyirdi, bu cənnət cavanlarının ağasıdır. Belə bir insanı siz şəhid eləmişsiniz. Və məlazi xiyaratikum, sizin seçilmişlərinizin sığınağı idi. Sizin seçilmişləriniz bu qapıya gəlirdilər. Yezidin xanımının əhvalatını bilirsiniz də, bu məlun kimi deyildi o. Xanım Zeynəbi görəndə dedi, ya Zeynəb, Mədinədən gəlirsiniz? Xanım Zeynəb ki, dedi, Mədinədən gəlirik. Dedi, birkaç kişiyi desem tanıyarsan? Dedi, evet de. Dedi, orada biri var. Həzrəti Zəhra adında biri olub orada. Tanıyırsan onu? Dedi, o benim anam olub. Dedi, Əli adında bir kişi olub orada. Onu tanıyırsan, dedi, o benim babam olub. Biz onların balalarıyıq. Biz Peyğəmbərin ailəsi, bu məlum bugün bizi gətirib belə bu hala salıb. Biz bu şərafətli ailədənik. İnsanların nankörlüğü de bizi bu hala salıb. İnsanların kör olması da Əli Beyti belə gətirib Yezidin sarayında məzlum eləyib. Bilirsiniz, xanım Zeynəbi harda otuzdurdular? Məlunlar şərab içirdilər, xanım Zeynəb onların yanında otuzdurdular. Həzrəti Əliyə dedilər ki, ya Əli, niyə axı? Biz gündüz gün vaxtı gedirik Peyğəmbərin qəbrinə, amma xanım Zeynəbi gecə vaxtı aparırsınız qəbrin ziyarətinə. Dedi, çünki xanım Zeynəb bu qədər şərafətli biridir ki, naməhrəmlər onu görür. Kaş Əli sağ olaydı görək. Əmir-el-Müminin sağ olaydı görəydi xanım Zeynəbi harda otuzdururlar. Əsirlər Küvəyə girəndə xanım Səkinə ki, körpə balaydı. Gördü ki, bu əsirlərdən bəzi körpələr, bəzilərin hərə qoluna girir, aparır. Əlbisələrin dəyişirlər bunlara içəcəklər verirlər, bunlara yeməklər verirlər. Dedi, Bibi Zeynəb, bunlar hara gedirlər, bizi niyə aparmırlar, bunlar bizlə birləşməyəcəklər bir də. Xanım Zeynəb dedi ki, kızım, onların burada akrabaları var, gəliblər onlara sahip çıxsınlar. Dedi, Bibi Can, bizim Küvədə heç akrabamız yoxdur. Dedi, yok kızım, beni Haşim buradan məzlumdur. Küfeye girəndə Həzrəti Əbəlfəzin başını asmışdılar atın boynundan. İmam Səccad ağaya, biliyorsunuz da 35 il İmam Səccad ağladı. 35 il. Dediler ağa, az ağla da, az ağla. Dedim, necə ağlamayayım? Benim Yusiflerini benim gözümün qabağında şəhid edirlər. Yaqub'un bir Yusifi getdi, ölümündən xəbəri yox idi. Gözləri kör oldu. Mən necə ağlamayayım ki? Mənim xanımlarımızı əsir elədilər gözümüzün qabağında. Qardaşlarımızı, atalarımızı hamısını şəhid eləyib boynun kəsdilər. Necə ağlamayım bunu? İmam Baqir Aleyhisselam deyir, İmam-ı Səccad ağanın qüslun verirdi. Bir de gördülər ki, ağa durdu. Qüslu durdurdu. Hüncürtüyle ağlıyor. Dediler, ağa ne olub, niye ağlıyorsan? Dedi, babamın boynuna vurulan zəncirlərinizi hələ qalıb boynunda olar. Görəsən o başının yarası sağalmışdı. Əli qolu bağlı, girirdi şəhərə, yuxarıdan ateş atırdılar bunların üzərine.
İmamın elleri bağlıydı, bir ateş düştü emmamesinin üstüne. La ilahe illallah. Valla Kerbela'nın harasından danışasan belat, harasından danışasan matemd. Düşüncünən ki, Peyğəmbər balasının bir nəfəri yoxdur, onlara gəlib yaxınlaşa su verə küfədə. Xanım Zeynəbin gözünün qabağında gördülər, buna söz çaktırmırlar. Dedi, gətirin o başı. Gətirdilər İmam Hüseyin ağanın başını, başladılar çubuğla vurmağa. Ay ben onlar, götürün çocuklar görmesin. Axı balaları baxır. Şimdi bilirsiniz o dodaqlardan Peyğəmbər öpürdü. Siz Peyğəmbərin öptüğü dodaqlara şiiri vurursunuz, Peyğəmbərin öptüğü dodaqlara çubuq vurursunuz. Alə lənətullah qavmi zalimin. Amin. Amin.